Salam əziz tamaşaçılar. Vətən var olsun verilişinin növbəti buraxılışı ilə qarşınızdayıq. 2020-ci il 8 noyabr Azərbaycan tarixinə qızıl hərflərlə yazılan gündür. Müzəffər Ali Başkomandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu, Qarabağın tacı, musiqi beşiyimiz, mədəniyyət paytaxtımız Şuşanı işğaldan azad etdi. O gün təkcə bir şəhər deyil, Azərbaycan xalqının ruhu, qüruru və mənəviyyatı azad oldu. Bugün xüsusilə Şuşa döyüşlərində iştirak etmiş qazilərimizin xatirələri və balaca fidanlarımızın vətən müharibəsi iştirakçılarına yazdığı zəfər coşqulu məktublarla sizləri tanış edəcəyik. 27 sentyabr 2020-ci il. Bu tarix böyük bir xalqın bir ürək, bir yumruq olduğu tarixdir. Bu tarix bütün haqsızlıqlara, ədalətsizliyə baş qaldırdığımız, öz dədə-baba torpaqlarımızı düşmən işğalından azad etmək üçün ayağa qalxdığımız gündür. Bu tarixdən sonra artıq biz torpaqlarımızın işğal tarixini yox, azad olunduğu tarixi qeyd edirik. Tarixin yaddaşına yazılan ən qürurlu günlərdən biri də 8 noyabr tarixidir. Qalib xalqın, Böyük Azərbaycanın zəfər günü. Bu muzeyin hər güşəsi bir tarixdir. Burada hər şəkil, hər əşya, hər xatirə bir igidin, bir qəhrəmanın həyat hekayəsindən danışır. Bu divarlar içində 1-ci Qarabağ müharibəsinin qəhrəman şəhidlərinin nəfəsi duyulur. Onlar bu torpaq uğrunda vuruşdular və canlarını fəda etdilər. 90-cı illərdə şəhidlərimizin əkdiyi azadlıq tumu bugün böyüdü, qol qanad atdı və Azərbaycanın hər güşəsindən görünür. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi ilk gündən etibarən Azərbaycanın üzərindən qara buludlar çəkilməyə başladı. Daha Azərbaycan süquta məhkum deyildi. Əksinə, sabaha inamla, ümidlə baxırdı. Ulu Öndər böyük inam və qətiyyətlə bir gün mütləq öz dədə-baba torpaqlarımıza qayıdacağımızı deyirdi. Xalq da öz liderinə inanır və onun ətrafında sıx birləşirdi. Və bu inam, bu birlik bizi ərazi bütövlüyü tam təmin olunmuş Azərbaycana qovuşdurdu. Mən də arzu edirəm ki, sizlə birlikdə gedək Şuşaya. Gedəcəyik. Buna inanın ki, gedəcəyik. Şuşa bir tək Şuşalılar üçün yox, hər bir Azərbaycanlı üçün əziz bir anlayışdır. Azərbaycanın deyə bilərəm ki, gözüdür. Hər bir Azərbaycanlı üçün bu iftixar bir nöqtəsidir. Ona görə Şuşa bir yaşayış məkanı deyil. Şuşa bizim milli rəmzimizdir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Vaxtilə Ulu Öndər Heydər Əliyev demişdi, Şuşasız Qarabağ, Qarabağsız ümumiyyətlə Azərbaycan yoxdur. Ulu Öndərin qətiyyəti, uzaqgörən siyasətinin davamı Azərbaycanı suverenliyə və əbədi müstəqilliyə qovuşdurdu. Bu böyük inamın və milli iradənin nəticəsidir ki, biz bugün Şuşanın azadlığını və böyük zəfərimizi qürurla qeyd edirik. Biz Naxçıvan heyəti ilə birlikdə 24 oktyabr 2020-ci ildə növbəti heyət olaraq Qarabağ döyüşlərə qatıldıq. 25-i artıq biz aktiv döyüş meydanında hərəkətə başladıq, fəaliyyətə başladıq və hətta döyüş fəaliyyətinə başladığımız ilk gün bölük komandirimiz Sadıqlı Məmməd Həsən Meydanoğlu həmin gün şəhid oldu. Düzdür, bizə hardasa psixoloji təsir oldu. Psixoloji təsiri oldu, amma buna baxmayaraq biz artıq harda olduğumuzu fərqində idik və nə missiyamızın nə olduğunu bilirdik. İlk döyüş yolumuz Zardaşan kəndindən oldu. Məsələ ilk şəhidimizi də orada verdik. Ondan sonra daha sonra
növbəti kəndlər və Şuşa istiqamətində hərəkət. Şuşaya çatmamışdan əvvəl ilk bir gün öncə biz Laçın dəhlizinin əməliyyat oldu. Laçın dəhlizini bağladıq. Laçın dəhlizinə çıxarkən maraqlı orada belə bir kadr var. Biz artıq Laçın dəhlizini götürməliyik. Bizim dəstə komandirimiz, o da Əsnəm Naxçıvanlıdır, kapitan Məmmədov Elvin. O irəli çıxaraq belə bir deyim elədi ki, bu gün burada ya şəhid olasıyıq, ya qazi, amma bu yol bu gün götürülməlidir. Bu yol götürülməlidir ki, Şuşanın yolu açılsın, düşmən təminatının qarşısı alınsın və Şuşa şəhərinin Azərbaycan heyətinin Şuşa şəhərinə hərəkəti başlasın. Biz artıq Şuşa şəhərinə doğru hərəkətə başladıq. Şuşa şəhəri uğrunda aktiv döyüş əməliyyatları başladı. Düşmən artilleriyası yenə də susmurdu. Orada da itkilərimiz, şəhidlərimiz oldu, qazi olan yoldaşlarımız var. Və Şuşa şəhəri Azərbaycan bayrağının Şuşa şəhərində məhz dalğalandığı gün əslində Azərbaycan hərb tarixinə, həm də dünya hərb tarixinə Azərbaycan ordusunun vurduğu bir möhür idi. Məhz o tarixi anın şahidi olduq və ondan bir gün sonra düşmən artilleriyasının açdığı atəş nəticəsində mən də ağır qapalı kəllə beyin travması almışam. Mən oradan təxliyə olundum. Daha sonra ayın 23-dən sonra mən təkrar geri qayıtdım Şuşa şəhərinə. Şuşa şəhərində bir müddət orada qaldıqdan sonra, daha sonra artıq biz geri qayıdan zaman bizə tapşırıq gəldi ki, Xocavənd istiqamətində bəzi kəndlərdə erməni partizan dəstələri varmış. Biz oraları boşaltmalıyıq, oralarda arama-tarama işləri getməlidir. Və də bu da çox uğurlu əməliyyat oldu bu əməliyyat. 62 erməni əsirinin məhz tutulduğu bu əməliyyat və mən də bununla da bağlı, belə deyim də, mən bununla da qürur duyuram ki, məhz bu əməliyyatda da iştirak eləmişəm. 62 nəfər əsir alınandan sonra o bəzi kəndlər ki vardı, onlarda arama-tarama işləri görüldü. Daha sonra tapşırıq əsasında biz artıq geriyə və oradan da Naxçıvana qayıtdıq. Əməliyyatlarımız çox olub, həddindən artıq çox olub və o hər bir əməliyyat da bizim üçün, yəni bu 30 ilin hirsi, acısı, onları düşünərək bizim 90-cı illərin müharibələri, bizim millətə yaşadılan əziyyətlərin, əzabların nəticəsini düşünərək biz o əzmlə, o düşüncə ilə döyüşə qatılırdıq və o döyüşdə də çox şükür Allaha ki, biz hər zaman qalib olaraq çıxırdıq. Hansı döyüşlərə girirdiksə, qalib olaraq çıxırdıq. Düzdür, indi itki verirdik, şəhidimiz olurdu, yaralımız olurdu. Amma yenə də ona baxmayaraq biz heç bir zaman geriyə addım atmırdıq və hər zaman düşmənə sarsıdıcı zərbələrlə və onlar da düşmən tərəfdə bizim gücümüzü görürdü, hiss eləyirdi. Bizlə heç vaxt dirənib döyüşü davam elətdirə bilmirdilər. Azərbaycan əvvəlki Azərbaycan deyil. Azərbaycanın gücü bütün dünyaya sübut olundu. Azərbaycanın hərb gücü necə idisə, elə də düşmənin başına dəmir yumruq necə dəyidisə, o hiss elədi Azərbaycanın gücü. Nəinki Ermənistan, bütün dünya Azərbaycanın gücünü gördü, qüvvətini gördü, ordusunun nəyə qadir olduğunu hər kəs gördü. Şuşa döyüşləri dünya hərb tarixinin örnək nümunələrindəndir. Həm bir ordunun taktiki texniki üstünlüyü, döyüş hazırlığı baxımından, həm də böyük bir xalqın cəsarəti baxımından. Şuşanın azadlığı bütün dünyaya Azərbaycanlıların vətən sevdasını, vətənpərvər övladlarımızın əzmini, iradəsini və mübarizliyini təkrar sübut etdi. Südənətlər Qarabağ təlim mərkəzində döyüş olmamışdan qabaq yenə hazırlaşırdıq biz o təlimə. Yəni gözləyirdik ki, döyüş olsun, biz işğal olunmuş o torpaqlarımızı, kəndlərimizi geri qaytarılması üçün. Oktyabrın 11-i biz döyüşə başladıq. Sərəncam verildi ki, biz Naxçıvan heyəti Bakıya getdik və Beyləqan rayonunda döyüşə hazırlaşdıq və Hadrut qəsəbəsində biz döyüşə başladıq. Hadrut və Tuğ kəndinə kimin döyüşdə tapşırımı yerinə yetirərək və Tuğ kəndində artilleriya mərmisindən yaralandım və mən baş beyin travma aldım. Necə deyim, yaralandığım vaxt o döyüşdən çıxmışdıq, artilleriya mərmisinin hiss eləmədim ki, yanımızda necə düşməyi.
o yaralanmam yəni yadıma düşmür ki, necə yaralandım. Və yaralandıqdan sonra mənə qrup yoldaşlarım mənə köməklik göstərdi və ayılmışdım. Mən köməklik elədi və təxliyə edildi məni və xəstəxanaya yollamışdılar. Şuurum özümdə deyildi, prosto qan axmasından və yaddaş pozğunluğu var idi. Məni maşına oturan vaxtı mən üzündən getmişdim. Xəstəxanada bir həftə komadaydım, bir həftədən sonra komadan ayıldım. Yaddaş pozğunluğu həqiqətən çox vaxtı döyüş yoldaşlarımı, öz ailəmi belə görürdüm, yəni adlarını deyə bilmirdim ki, falan kəsdir, yaddaş pozğunluğu çox idi. Şuşanın azad olunması, yenə də istərdim o Şuşaya kimi gedim zaten, amma qismət olmadı. Xəstəxanada olduğum müddətdə 8 noyabr Zəfər günü elan verilmişdi və xəstəxanada eşitdim o Zəfər gününü. Həm sevinc idi, həm kədər idi. Sevinç üçün torpaqlarımız işğal olunmuş, torpaqlarımız və rayonlarımız geri qaytarılmışdı. Və kədər var idi ki, bizim şəhid olan qardaşlarımız var idi, qazilərimiz var idi, yaralarımız var idi. Kədər olanlar biz idi ki, şəhidlərimiz var idi. Şuşa döyüşlərində iştirak etmək istərdim. Döyüşdə iştirak etmək üçün kədərləndim. Bütün Azərbaycan əskəri kimi o döyüşlərə qatılan, o döyüşlərdə iştirak edən bütün Azərbaycan əskəri kimi, bütün Azərbaycan xüsusiyyətləri kimi bizim də sadəcə bir məqsədimiz, bir amalımız vardı. Şuşa, daha sonra Xankəndi, daha sonra digər Xocalı və s. azad olması. Düzdür, aparılan düzgün siyasət nəticəsində artıq onlarda hərbi belə deyim də gücdən istifadəyə ehtiyac olmadı, sülh müqaviləsi bağlandı. Amma Şuşa şəhərinin azad olunması və bu əməliyyatlarda iştirak, yəni tək mənim üçün deyil, bütün xüsusiyyətlər üçün qürur verici idi. Döyüş meydanına qatılan insan heç kəs geri dönməyi düşünmür. Hər kəsin bir amalı var. Gedə biləcəyim yerə qədər. Sadəcə irəli. Gedə biləcəyim yerə qədər. Allah nəsib elədiyi yerə qədər gedim. Ən azı gedəcəyim yerə qədər gedim, oranın qürurunu yaşayım. Qurban olduğum Allah bizə də ən azı Şuşaya qədər getməyi nəsib elədi. Onun qürurunu bizə yaşatdı. Mən Daşaltının ətrafında yaralanmışam. Daşaltına çatmamış. Orada yaralanmışam və bizə tapşırıq verilmişdi. Biz o tapşırıqdan erməni maşın kolonu gəlməli idi, düşmənin maşın kolonu. Biz maşın kolonuna pusku keçirtməli idik. Düşmən hiss eləyirdi ki, biz sızma eləyirik, əməliyyat yerinə yetirəcəyik. Onlar təbii ki, texnika piyadadan daha çevik hərəkət elədiyinə görə onlar daha tez gəlib yerləşmişdilər bizim tapşırığa gedəcəyimiz nöqtəyə. Onlar dron qaldırıb bizi görmüşdülər, müşahidə eləmişdilər və bizim qrupa dəstəyə, yəni Simers atılmışdı. Simers o da Allahın işidir. Allah saxlayanı həqiqətən də saxlayır. Bir 2 dəqiqənin söhbəti oldu ki, orada 2 dəqiqənin içində biz oturduq, istirahət elədik. Simers rabitədə əlaqəyə çıxırdılar ki, yəni Simers atılıb, hər kəs ehtiyatlı olsun, bilinmirdi hansı istiqamətə gedəcək. Sən demə, bizi vururmuşlar, bizim dəstəni vururmuşlar və hətta bizim dəstə vurulandan sonra bizim dəstəni tam olaraq itki kimi vermişdilər arxaya ki, dəstənin bütün heyəti həlaş olmuş kimi arxaya məlumat vermişdilər. Və sonra da biz həmin vaxtda 2 dəqiqə oturub istirahət eləyib, qalxıb bir 10-15 metr gedəndən sonra Simers, yəni çox iri həcmli bir raket kompleksidir. O, hardasa bir 100 metr qabağımızda dərənin içinə düşdü. O dərənin içinə düşməsəydi, biz o 2 dəqiqə oturub istirahət eləməsəydik, yəni o Simers 100% bizim ortamıza düşəcəkdi və oradan heç kim sağ çıxma şansı belə yox idi. Ondan əlavə Simers atılan kimi təbii ki biz mövqeyləndik, partlayışı eşidən kimi. Təbii ki bizə də düzdür çox təsir eləmədi bizə dərəyə düşdüyünə görə. Amma ondan sonra başladı, artilleriya atışları başladı. Çox faciəvi şəkildə də belə yağış kimi də, yəni dillə deyə bilməyəcək qədər çox idi. Kaset, minamyot, tank, nə bilim, hər şeydə, hər bir şey. Orada biz 2 şəhid verdik, 12 yaralı verdik və elə mənim özüm də orada yaralanmışam. Yanıma düşən 120 mm-lik minamyot zərbə dalğasına düşmüşəm və özümdə olmamışam, məni orada təxliyə ediblər. Mənim yanımda olan yoldaşların deyilişinə görə, yəni dediyinə görə mən gəlmişəm, 4 gün komada qalmışam. O necə gətiriblər, nə cür gətiriblər, yəni heç bir şeydən məlumatım olmayıb mənim.
Salam Azərbaycan əsgəri. Mən Mirzəzadə Rəhman, Naxçıvan şəhər akademik Məmməd Cəfər Cəfərov adına 14 nömrəli tam orta məktəbin 4C sinifi şagirdiyəm. Mən bu məktubu evimdə rahat yaza bilirəmsə, sizlərin sayəsindədir. Biz sizlərin sayəsində parlaq qələbə qazandıq. Sizlər biz gələcəyə ümidlə baxan şagirdlərə ən böyük nümunəsiniz. Hər daim vətən üçün canımızdan keçməyə hazır olacağıq. Eşq olsun Azərbaycan əsgərinə. Allah sizi qorusun. Əziz Azərbaycan əsgəri, sizə bu məktubu göndərərkən ürəyim gülür və təşəkkürlə doludur. Sizin göstərdiyiniz fədakarlıq və vətənə olan sevginiz bizim ilham qaynağımızdır. Sizlər vətənin müdafiəsi uğrunda heç bir zaman geri çəkilmədən çətin şəraitlərdə belə dayanıqlı olursunuz. Biz sizin sayənizdə bayrağımıza, torpaqlarımıza daha çox dəyər veririk. Müəllimlərimiz bizə qəhrəman Azərbaycan əsgərlərindən danışanda qəlbimiz fəxrlə dolur. Biz bilirik ki, siz torpaqlarımızın azadlığı, bayrağımızın ucalığı üçün canını fəda edən qəhrəman igidlərisiniz. Yaşasın Azərbaycan əsgəri, yaşasın Azərbaycan. Salam, Azərbaycan əsgəri. Mən Qubadlı Fəridə Orxan qızı, Naxçıvan şəhəri Məmməd Cəfər Cəfərov adına 14 nömrəli məktəbin 4C sinifinin şagirdiyəm. Müəllimimiz bizə deyəndə ki, sizə məktub yazmalıyıq. Mən çox sevinirəm. Çünki mən sizlərin sayəsində isti evimdə atamın, anamın yanında yazıram. Biz sizə çox təşəkkür edirik. Bizləri qorudunuz, torpaqlarımızı azad etdiniz. İgid oğul, zəfərin mübarək. Getdiyiniz yol çox çətin və keçməkeşli yol oldu. Azərbaycan əsgəri, mənim məktubumu oxuduğunuz üçün sağ olun. Fəridə Qubadlı, sizi çox sevirəm. Salam, vətənimin igid oğulları. Mən Abbaslı İsa Qabiloğlu, Naxçıvan şəhər akademik Məmməd Cəfər Cəfərov adına 14 nömrəli məktəbin 4C sinifində təhsil alıram. Fəxr edirəm ki, vətənimin sizin kimi igid oğulları var. Sizlərə minnətdarıq. Sizin sayənizdə biz bugün rahat şəkildə məktəbə gedir və təhsilimizi davam etdiririk. Biz bilirik ki, vətənimizin bütövlüyü üçün canınızdan və qanınızdan keçmisiniz. Azərbaycan ordusu, siz bizim qürur yerimizsiniz. Bizə yaşatdığınız qələbə sevincinə görə sizə daim minnətdarıq. Yaşasın Azərbaycan əsgəri, yaşasın Azərbaycan. Allahdan sizlərə can sağlığı, qazilərimizə şəfa, şəhidlərimizə isə rəhmət diləyirəm. İgid əsgərlərimiz, zəfər gününüz mübarəkdir. Əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq. Əziz Şuşa, biz səni dirçəldəcəyik. Şuşa bizimdir. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır. Mən xəstəxanada olduğum müddətdə Şuşanın tam azad olunmasını eşitdik və ondan sonra biz təbii ki, sevincimiz həddi hüdudu yox idi. Bizim o qədər əziyyətimizin ən azından bəhrəsi o oldu ki, Şuşa daxil digər rayonlarımız və Ümumi Qarabağı düşmən işğalından azad etdik. Və mən yenə oradan xəstəxanadan çıxdım, qayıtdım Qarabağa və orada demək olar ki, bir neçə gün qalandan da sonra yola salınmışıq Naxçıvana. Belə deyim ki, mən ümumiyyətlə müharibə heç bir kəsə, heç bir şəxsə arzulamıram, heç bir dövlətə, heç bir xalqa müharibə arzulamıram. Amma müharibə oldu. Birinci Qarabağ müharibəsində hardasa bizim uğursuzluqlarımız oldu. İkinci Qarabağ müharibəsində biz bu uğura imza atdıq. Amma bu eyni zamanda bir tərəfli məsələdir də. Bunun ikinci tərəfi bundan sonraki mərhələdir. Artıq biz suveren Azərbaycan Respublikasının vətəndaşlarıyıq. Bütöv Azərbaycan Respublikasının vətəndaşlarıyıq. Bizim missiyamız işğalda olan torpaqları azad eləməkdir. Gələcək nəsillərin missiyası isə Azərbaycan bayrağını daim zirvələrdə tutmaq, bir sonraki nəsillərə bu bayrağı, bu dövləti, əmanət aldıqları dövləti daha sonraki nəsillərə əmanət olaraq ötürmək. Azad, müstəqil və suveren dövlət olaraq. Mən bunu deyə bilərəm ki, vətənpərvərlik sırf hərbiçi olacağım deyə bir şey yoxdur. Vətənpərvərlik
hər bir insanın, hər bir Azərbaycan vətəndaşının daxilində olmalıdır. İstəyirsən mülki işlə, istəyirsən başqa güc strukturlarında işlə, istəyirsən müəllim işlə, nə bilim, nə işləyirsən işlə. Vətəni sevmək hərbiçi olmaq demək deyil. Düzdür, indi o vətən müdafiəsində durmaq bizim payımıza da düşüb. Şükür Allaha ki, yəni bugünkü gündə də biz gedib əlimizdən gəldiyi qədər vətənimizin müdafiəsində durmuşuq və torpaqlarımızı işğaldan azad etməkdə ən azından az da olsa bizim də payımız var. Bizim gələcək nəslə, yəni nümunə olaraq hər yanda bizim çox tədbirlərimiz, məktəblər olsun, digər dövlət müəssisələri olsun, hər bir yerdə demək olar ki, müharibə ilə bağlı hər bir vəziyyət aşılanır ki, bizim Azərbaycan ordusu nələr əziyyət çəkib, hansı yollardan keçib və o torpaqları necə işğaldan azad edib. Və bunu da ki, istər-istəməz o gələcək nəslimiz görəcək, biləcək və unutmamaq şərti ilə və onlar da onlardan sonra gələn nəsillərə ötürmək şərti ilə müstəqilliyimiz əbədi olacaq. Və bugünkü gündə yəni bizim üçün çox qürur verici bir, sevindirici bir vəziyyətdir ki, Ali Baş Komandanımızın güclü siyasəti nəticəsində dəmir yumruğun gücün bütün dünya gördü və buna da hər kəs şahid oldu ki, Azərbaycan ordusu nəyə qadirdir və 44 gün ərzində bizim 30 illik işğal altında olan torpaqlarımızı işğaldan azad etdik. Yetişməkdə olan gənclərə mən tövsiyəm odur ki, biz 30 il işğalında olan torpaqlarımızı geri qaytardıq və bunu gələcəkdə yeni gənc nəslimizə bu torpaqlarımızı qoruyub saxlasınlar. Zəfər günü münasibətilə bütün Azərbaycan xalqının bayrağını təbrik edirəm. Yəni, qorunub saxlamaq lazımdır, unutmamaq lazımdır bu şəhidlərimizi, qazilərimizi və veteranlarımızı, bütün ordu qulluğunda olan hərbi qulluqlarımızı unutmamaq lazımdır. Biz bu şanlı, üçrəngli bayrağın qarşısında dayanmışıq. Mavisi köklərimizdən, qırmızısı qanımızdan, yaşılı imanımızdan doğan müqəddəs bayraq qarşısında. Bu bayraq qalib xalqın bayrağıdır. O milli iradəmizin, azad Qarabağın, əbədi müstəqilliyimizin və böyük zəfərin simvoludur. Zəfərin mübarək Azərbaycan. Bugün bütöv Azərbaycan sevinç içindədir. Biz millət və dövlət olaraq müharibə dövründə də, böyük zəfərimizi elan edəndə də xalqımızın, ordumuzun nə qədər birlik içində olduğunu, necə qüdrətli, mərd xalq olduğumuzu bütün dünyaya bəyan etdik. Biz bu qələbəni asan qazanmadıq. Müzəffər Ali Baş Komandanımızın düzgün strategiyası, qüdrətli sərkərdəliyi ilə məğrur şəhid analarının, vətəni uğrunda igidliklə vuruşub canından keçən şəhidlərimizin vətən sevdası, qorxu bilməz, hər biri bir qəhrəmanlıq səlnaməsi yazan qazilərimizin, igid əskərlərimizin məğlub edilməz gücü, az yaşlısından ağsaqqal ağbirçəyinə qədər bir yumruq kimi birləşib, dövlətinin, ordusunun arxasında dik duran xalqımızın əzmi, milli ruhu ilə qazandıq. Zəfərin mübarək, Azərbaycan əskəri. Zəfərin mübarək, Azərbaycan xalqı. Zəfərin mübarək, Azərbaycan.